Ermənistan Azərbaycanla əməkdaşlıq eləməyə hazırdır. Bu sözləri Ermənistanın parlamentinin spikeri açıqlamasında bildirib. 10 dekabr tarixli və gündəm xəbərinin efirində bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan Azərbaycanla əməkdaşlığa hazırdır və bu əməkdaşlıq bir çox sahələri əhatə eləyə bilər. Gündəm xəbər Müsavat.com-a istinadən məlumat verir ki, Alen Simonyan Azərbaycandan yanacaq idxalına dair verilən suala cavab olaraq ölkəsinin yalnız yanacaqla məhdudlaşmamalı olduğunu, eyni zamanda alternativ enerji mənbələrinin daha çox olması gərəkdiyini vurğulayıb. Simonyan həmçinin Ermənistanın Azərbaycan, Naxçıvan və Türkiyə ilə ticarət əlaqələrini asanlaşdırmaq üçün tranzit dəhlizləri yaratmaq istədiyini də ifadə eləyib. Onun sözlərinə görə bu mövzu üzərində müzakirələr davam edir və yaxın gələcəkdə belə bir tranzitin həyata keçirilməsi mümkündür.